Salam əziz şagirdlər, xoş gördük hər birinizi. Mən Nazim müəllim Ağazadə. Bugün sizlərə adi və onluq kəsrlər mövzusunda verdiyim sınağın izahını verəcəm. Vaxt itirmədən sualların izahına keçmək istəyirəm. Buyurun, xoş izləmələr. Deməli, bir nömrəli sual ekranda görürsünüz. Qarşıq kəsrlərin çıxılmasıdır. Qarşıq kəsrləri çıxmaq üçün tam hissələri bir çıxmaq lazımdır. Yəni, bu yolda həll verişlidir. 999-dan çıxıram 998-in. Sonra üstə gəlinsin. Hər zaman istir toplanması olsun, istir çıxılması olsun. Bu tam hissə ilə kəsr hissənin arasındakı hər zaman üstə gəlim olur. 2-də 1 çıxılsın, 3-də 1. Sonra tam hissələri 1 çıxaracam, kəsr hissələri 1. 999-dan 998 çıxanda 1 eləyəcək. 2-də 1-dən də 3-də 1 çıxmaq üçün ortaq məxrəcə gətirəcəm. Ortaq məxrəcə 6-dır. 2-ni 6 eləmək üçün 3-ə vuracam, o zaman sürətli 3-ə vurmalıyam. 3-ü 2-yə vuracam, o zaman sürətli 2-yə vuracam. Və burada olacaq 6-da 3, çıxılsın 6-da 2. Eləyəcək 6-da 1. 6-da 1. Yəni, tam hissə 1 elədi, kəsr hissə 6-da 1. Birin də üstünə 6-da 1 gələndə eləyir 1 tam 6-da 1. Amma baxıram ki, cavabları düzgün olmayan kəsr formasında verib. Çox rahatlıqla 1 tam 6-da 1-də düzgün olmayan kəsrə çevirəcəm. 6-nı 1-ə vuracam, üzərinə 1 gələcəm. 6 qalır yerində, məxrəcdə. 6-nı 1-ə vuranda 6 üstünə də 1 gələndə 7. Sualın doğru cavabı olacaq 6-da 7. D variantı. İndi isə keçək digər suala. 2 nömrəli sual ekranda görürsünüz. Eyni qaydada həll edəcəm. Tam hissələri 1 toplayacam. Əvvəlcə kəsrin sürətini hesablayıram. 1 tam 2-də 1. Üstə gəlinsin. 2 tam 3-də 1. Tam hissələri 1 toplayacam. 1-in üstünə 2 gələndə eləyəcək 3. Üstə gəlinsin. 2-də 1-in də üstünə gələcəm. 3-də 1-i. Ortaq məxrəcə gətirəcəm. Yenə 6 eləyəcək. 3-ə vuracam, 3-ə vuracam. 2-yə vuracam, bu da 2-yə vuracam. Olacaq 3 üstə gəlinsin. 6-da 3, üstə gəl 6-da 2. Eləyəcək 6-da 5. 3-ün də üstünə 6-da 5 gələcəm. Bu da eləyəcək 3 tam 6-da 5. 3 tam 6-da 5. Baxım, cavabları yenə düzgün olmayan kəsr formasında verib. Çox rahatlıqla çevirəcəm. 6-nı 3-ə vuracam, üzərinə də 5 gələcəm. Eləyəcək sürətdə 23, məxrəcdə də 6 olduğu kimi qalacaq. Sualın doğru cavabı olacaq 6-da 23. A variantı. İndi keçək digər suala. Eyni qaydada, amma burada bir dənə nüans var, ona diqqət etmək lazımdır. Baxın, bunun kəsr hissəsi düzgün olmayan kəsrdir. Kəsr hissə heç vaxt bu formada olmaz. Yəni, düzgün olmayan olmur kəsr hissə. Kəsr hissə hər zaman 0 və 1 arasında yerləşir. Yəni, düzgün kəsr olur kəsr hissə. Bax, bundakı kimi. 12-də 5. İndi mən bunun üçün nə etməliyəm? Əvvəlcə 2 tam 12-də 17-ni götürürəm. Yazıram 2 üstə gəlinsin 12-də 17 kimi. Daha sonra 17-ni 12-yə böləndə, baxın 17-ni bir qıraqda bölürəm 12-yə. Düşür bir dəfə. 12-yi burada qaldı 5. 2 üstə gəlinsin, o 2 ilə işim yoxdur. 12-də 7-ni yazıram belə bu formada. Bu hissə hər zaman tam hissə olur. Bu bölən hər zaman məxrəci olur. Qalıqda hər zaman sürət olur. Olur 1 tam 12-də 5. 2-nin üstünə 1 tam 12-də 5 gələndə eləyəcək 3 tam 12-də 5. 3 tam 12-də 5 elədi. Gətirirəm, indi 2 tam 12-də 17-nin yerinə yazıram 3 tam 12-də 5. İndi artıq bu hissələri silirəm. Yəqin ki, bura kimi hər bir şey aydındır sizə. Bax, belə yazıram. 4 çıxılsın. Deməli, 4 tam 12-də 5 çıxılsın 3 tam 12-də 5. Bu da artıq burada eləyəcək 1. Yəni, 4-dən 3 çıxıram. 12-də 5-dən də 12-də 5 çıxanda 0 qalır. O da 1 eləyəcək də. 4-dən 3 çıxanda 1. 12-də 5-dən də 12-də 5 0. Deməli, burada olacaq sürət 1. Yəni, sürətin cavabı olduğu 1. Keçirəm məxrəcə. Bu 1-i digər kəsrə məxrəcinə uyğun yazıram 4-də 4 kimi. Yəni, 4-də 4 onsuz da 1 eləyir də. Bundan da 4-də 3 çıxanda eləyəcək 4-də 1. İndi yekun olaraq sürəti 1 aldım, məxrəci 4-də 1. 1-i də 4-də 1-ə böləndə, yəni sürəti almışam 1, sarı olan yeri 1 almışam. Məxrəci də almışam 4-də 1. 1-i də 4-də 1-ə böləndə bölməni bu formada yazıram. Birinci olduğu kimi qalır, digər tərsinə çevrilir və sualın doğru cavabı olacaq 4. Birlər gedəcək, olacaq 4. Bax, görək 4 D variantındadır, bəli. Keçək digər suala. 4 nömrəli suala baxaq. Deməli, mənim ilk işim A-nı tapmaqdır. Gəlin, əvvəlcə A-nı hesablayaq. A-da da birinci görürsünüz, burada bölməni hesablamaq lazımdır. Deməli, A bərabərdir. 1 çıxılsın, 3-də 2 vurulsun, 8-də 3. Tərsinə çevirdim. Elə kəsrə böləndə birinci olduğu kimi qalır, ikinci tərsinə çevrilir, amma orta vurma olur. 3-lər gedəcək, 8 ilə 2-də gedəcək. 1 çıxılsın 4-də 1. Yəni 2-ni 2-yə bölürsünüz 1,
8 2-yə bölürsünüz 4. Sonra bu 1-i digər kəsrin məxrəcinə uyğun yazıram 4-də 4 kimi. Burada 4-də 1 çıxanda qaldı burada 4-də 3. Düzdürmü? 4-də 3 qaldı. Yəni 3-də 2-ni 3-də 8-ə böldüm 4-də 1 elədi. 1-dən də 4-də 1 çıxanda 4-də 3 qaldı. Bu A-nın qiyməti. Yazıram yerinə. 4-də 3. Çıxılsın. Keçirəm indi B-nin qiyməti tapmağa. B-dəki nə edəcəm birinci? Birinci bu hissəni hesablayacam. Birinci bu hissəni hesablayacam. B-ni tapmaq üçün. Əvvəlcə 5-də 2-ni bölürəm 15-də 8-ə. Bunda böləndə birinci olduğu kimi qalacaq. İkinci tərsinə çevriləcək. 8-də 15. 2 2-yə 1 dəfə, 8 2-yə 4 dəfə, 5 5-ə 1 dəfə, 15 5-ə 3 dəfə, 4-də 3. Bu yaşlı hissə oldu 4-də 3. Bundan işim yoxdur. Sonra keçirəm bu mötərizənin hissini hesablamağa. 2-dən 3-də 2 çıxanda məxrəcinə bir kimi baxıb digər kəsrin məxrəcinə vururam. 3-dür deyə 3-ə vururam. Bu da 3-ə vururam. Yəni 2-ni yazıram 3-də 6 formasında. Çıxılsın 3-də 2. Bu da elədi 3-də 4. Deməli, birinci hissəndə cavabı 3-də 4 almışam. Deməli, B bərabərdir. Yekun olaraq B bərabərdir. Birinci hissənin cavabını 3-də 4 aldım. İkinci hissənin cavabını da 4-də 3 aldım. Bunlar da belə bir-birindən gedəndə qalacaq burada 1. B-ni də tapdım 1. Artıq gerisi məlumdur da, yəni gerisidəki bu da 4-də 3-dür də. İndi A məlum, B məlum, digəri də onsuz da məlum idi. Mən nə edəcəm indi bunu? Mənim üçün rahat olsun deyə bu 4-də 3, o 1-i yazıram 4-də 4 kimi. Digər kəsrlərin məxrəcinə uyğun, onsuz da 4-də 4 1 eləyir də. Üstəgəl 4-də 3. Daha sonra nə edəcəm? Bu bərabərdir 4 qalacaq yerində 3 çıxaq 4 üstəgəl 3. Bu da eləyəcək 4-də 2. İxtisarda gedəndə olacaq 2-də 1. Yəni bunlar ixtisarda gedəndə olacaq 2-də 1. Sualın doğru cavabı olacaq D variantı. Bax bu qaydada. Keçək 5 nömrəli suala. Deməli, burada mən nə edəcəm? İlk işim sürəti hesablamaqdır. Gəlin sürəti hesablayaq. Dursun bir kənarda. 3-dən 3-də 5 çıxanda məxrəcinə bir kimi baxıram. 3-ə vururam digər kəsrin məxrəcinə. Vururam 3-ə. Məxrəci vururamsa sürətlə vurmalıyım. Yəni 3 yazıram 3-də 9 formasında. Onsuz 9-u 3-ə bölsəm, bu birinci olan 3 olacaq da. Çıxılsın 3-də 5. Bu da bərabər eləyəcək 9-dan 5 çıxanda burada 3-də 4. Düzdürmü? Oldu 3-də 4. Sonra bununla işim yoxdur. Bu qalsın kənarda bu sürət. Bunu rəngləyək bu sürət. Keçirəm indi məxrəcə. Məxrəcə buradan başlayıram. Əvvəlcə 5-dən 2-də 1 çıxıram. 5-dən 2-də 1 çıxanda eyni qaydada məxrəcinə bir kimi baxıram. Digər kəsrin məxrəcinə vururam. Oldu 2-də 10, çıxılsın 2-də 1. Bu da elədi 2-də 9. Bundan işim yoxdur. Sonra 4-də 1-i, bax bu qırmızının cavabını 2-də 9 almışam, amma 4-də 1-i bölürəm 2-də 9-a. Bunda böləndə birinci olduğu kimi qalır, ikinci tərsinə 9-da 2 olur bu. Buna da ixtisar gedəndə 2-2-yə 1 dəfə, 4-2-yə 2 dəfə elədi 18. 2-ni 9-a vururam 18, sürəti də 1. 18-də 1. Sonra aldığım cavabı, indi bax bu hissələri hesablamışam da, var rənglədiyim hissənin hesapladım. Amma aldığım cavab oldu neçə? 18-də 1. İndi 1-dən çıxmalıyam o cavabı. İndi 1-dən çıxıram 18-də 1. O 1-i yazıram 18-də 18 kimi. 18-də 18-dən 18-də 1 çıxanda qalacaq 18-də 17. Bax, məxrəcin də cavabı oldu 18-də 17. İndi bu hesablamalarımı silirəm. Yəni, proseslər aydındır sizə. Necə yazdım, neynədim? 18-də 17. Sürətin cavabını neçə almışdım bəs? Sürətin cavabı 3-də 4 idi. 3-də 4. 3-də 4 qalsın. Məxrəcin də cavabı 18-də 17 aldım. Bax, bu iki cavabı aldım. Artıq sürəti də tapdım məxrəcdə. İndi yekun olaraq bunları bir-birinə böləcəm. 3-də 4-ü böləcəm 18-də 17-yə. Burada da yenə birinci olduğu kimi qalacaq. İkinci tərsinə çevrilib, amma vurumu olacaq. İxtisara gedəcək 1 dəfə, 6 dəfə. 6-ın 4-ə vuranda 24, məxrəcdə 17 qaldı. Sualın cavabı 17-də 24 oldu. Bu qaydada. Keçək digər suala. 5 yazdıq, 6 nömrəli sual. Onluq kəsrlərin bölünməsinə aiddir. Burada necə olacaq? Deməli, mən sizə öyrətmişdim ki, onluq kəsrə böləndə vergüldən sonra ədədlərin sayı eyni olmalıdır. Baxın, burada 0,1-dir, düzdür. Məxrəcə 0-dan 100-də 1-dir. Yuxarıda vergüldən sonra 1 dənə ədəd var, aşağıda 2 dənə ədəd var. Bura bir 0 yazıram ki, yuxarıda da, yəni sürətdə də vergüldən sonra 2 ədəd olsun, aşağıda da 2 ədəd olsun. Və bu oldu 10 bölünsün 1. Sonra keçirəm ikinciyə. Burada eyni sayda olduğuna görə 4 bölünsün 2. Bax, burada da vergüldən sonra 2 dənə ədəd var, digərində də. Üstə gəlinsin. Burada isə vergüldən sonra yuxarıda ədəd yoxdur. Yəni tamdan sonra ədəd yoxdur. 2 tamdır.
Amma 0,2-dir. Bura bir 0 yazıram və vergülləri atıram, olur 20 bölü 2. Və Y3-ün cavabı oldu 10 üstə gəl, 4-ü 2-yə böləndə 2, 20-ni də 2-yə böləndə bu 20-dir. 20-ni də 2-yə böləndə 10. Oldu Y3-ün cavabı 22. Sualın doğru cavabı oldu D variantı. Keçirəm digər suala, 7 nömrəli suala. Burada da eyni qaydada həll olunur. Artıq videonu saxlayıb özünüz yaza bilərsiniz. Yuxarıda birinci kəsirdə sürətdə vergüldən sonra bir dənə var, məxrəcdə 2 dənə. Bura bir 0 yazıram və eyni sayda olur. 220 bölünsün 11. Çıxılsın. Burada da eyni qaydada 0 yazıram. 420 bölünsün 21. Üstə gəlinsin. Sürətdə də bir dənə 0 yazıram. 150 bölünsün 3. Bu bərabərdir. 220-ni 11-ə böləndə burada düşdü 20. Burada da düşdü ilə 20. 150-ni də 3-ə böləndə burada da düşdü 50. 20-dən 20 çıxanda 0. Burada cavab oldu 50. Sualın doğru cavabı 50-dir. Keçirəm digər suala. Deməli, mən nə edəcəm? Bu sualı həll etmək üçün ilk işim 4-ü 5-ə bölməkdir. Yəni, adi kəsiri, baxıram ki, hamısı onluq kəsirdir. İstəyirəm ki, bu adi kəsiri də onluq kəsirə çevirəm. Adi kəsiri onluq kəsirə çevirmək üçün sürəti məxrəcə bölmək lazımdır. 0 tam gəlir, burada bir 0 gəlir, düşür 8 dəfə. 8 dəfə 5-im 40. 0, 0,8. 0,8. Yəni, yekun olaraq 0,2, üstə gəl 0,8 bölünsün. 2,3 çıxılsın 2,5. 0,2-nin üstünə 0,8 gələndə eləyəcək burada 1. Məxrəcdə isə 2,3-dən 2,1 çıxanda bura bir 0 yazıram ki, boş qalmasın da. 10-dan 5 çıxanda 5, 2 qaldı 3-ün yerində. 2-dən 0 çıxanda 2, burada da 0, 0,125. Və mən demişdim ki, tamdan sonra eyni qədər vergül olmalıdır. Burada tamdan sonra ədəd yoxdur, aşağıda 2 dənə var. Ona görə 2 dənə 0 yazdım. Burada oldu, vergülləri atıram. 100 böl 25. 125-ə böləndə 4. Yəni, müxtəlif yollarla yaza bilərsiniz. Buna heç bir fərqi yoxdur da, şərt deyil, bu yolla yazasınız. Amma bu yol ən ideal yoldur da düşünürəm. Yəni, bunlar daha qısa yollardır. Sonra, yəni başqa formada da yazmaq olardı. Məsələn, 0,125-i 125 kimi də yaza bilərsiniz, çevirə bilərsiniz. Amma bu yol daha rahatdır. Keçirəm 9-a. Burada da yenə eyni qaydada çıxacam. 0,10.36-dan çıxacam 0,10.15. 1, 2, 0, 0, 0,10.21. Yəni, sürətin cavabı oldu 0,10.21. Gəlin, məxrəcə baxaq. 0,10.1-dən çıxıram. 0, burada 0-ın sayı deyəsən çoxdur. 1, 2, 3-dür. 100.000-də 3-ü. 1, 2, 3, 4, bir dənə də 3. Sonra boş qalmasın deyə bura bir 0 yazıram. Sonra 10-dan 3-ünü çıxıram 7-si. 1-in yerində 0 qaldı. 0, 0, 0, 0, 0 tam. 0 tam 100.000-də 7. Sonra baxıram ki, vergüldən sonra yuxarıda 4 ədəd var, aşağıda 5 ədəd. Bura bir 0 yazıram, bütöv vergülü atıram. Bütöv vergülü atanda 210 yuxarıda qalır, 7 aşağıda, yəni məxrəcdə oldu 30 cavab. Yəni, bu qədər sadə. Vergüldən sonra eyni qədər də olmalıdır, bir də onluq kəsirlərin çıxılmasıdır. Yəni, bu qaydada çıxılır. Keçək 10 nömrəli suala. 10 nömrəli sualda dövrlərə aiddir. Deməli, x bərabərdir 1 tam. Burada görürəm ki, dövr 3-dür də təkrarlanan. Ona görə yazıram dövrdə 3. Bu mənim x-imin qiymətidir. Y bərabərdir 2 tam. Burada görürəm ki, 12, 12 təkrarlanır. Yəni, dövrdə 12-dir. Sonra gəlin bunu biraz sadələşdirək. Yazıram 1 tam. Dövrün içindəki qədər məxrəcə 9 yazılırdı. Sonra dövrün içindəki də yazılırdı sürətə. Burada da 2 tam 99-da 12. Bunu çevirəndə eləyir 9-da 12. 9-u 1-ə vurub üstünə 3 gələndə. Bu da eləyir 99-da. Vuranda da 198. 2-ni ilə 99-a vururam. 198. Burada da elədi 210. 99-da 210. Hər ikisini düzgün olmayan kəsrə çevirdim. Sonra mən deyək ki, x-y böl. Çox rahat. Mən də x-y böləcəm də. Yəni 9-da 12-ni böləcəm 99-da 210-a. Burada da təbii ki, birinci olduğu kimi qalacaq. İkinci tərsinə çevriləcək. Olacaq 210-da 99. Burada 1 dəfə, 11 dəfə, sonra burada hər ikisini neçəyə bölə bilərəm? 6-ya bölərəm. 6-ya bölərəm 2 dəfə. 6-ya bölərəm, düşər neçə dəfə? Deməli, 6 dəfə 6-ya bölsəm, 3 dəfə 6, 18, 35 dəfə. Bəli. Sürətdə qaldı 2 vur 11, 22.
Məxrəcdə də 1 vur 35, 35. Sualın doğru cavabı oldu C variantı. 35-də 22. Bax, bu qaydada həll olunur. 35-də 22. Sonra keçirəm digər suala. 11 nömrəli suala. Burada müqayisə etməyimizi istəyir. Mən kəsrlərin hər birini ayrı-ayrı hesablayacağım və sonra müqayisə edəcəm. Kəsrlərin hər birini ayrı-ayrı hesablayıb və müqayisə edəcəm. Gəlin əvvəlcə A-ya baxaq. 1-dən 3-də 2 çıxacam. 1-dən 3-də 2 çıxanda, yəni A bərabərdir. Əvvəlcə məxrəcini hesablayıram. Deməli, sürət qalsın yerində. O 1-i yazıram digər kəsrin məxrəcinə uyğun. 3-də 3 kimi. 3-də 3 çıxılsın 3-də 2. Sonra 3 bölünsün. 3-də 3-dən 3-də 2 çıxanda 3-də 1 eləyir. Və 3-ü də 3-də 1-ə böləndə, yəni birinci olduğu kimi qalır, ikinci tərsinə çevrilir. 1-də 3 və burada olacaq 9. A-nın qiyməti 9-dur uşaqlar. A oldu 9. 9. Aynen işim yoxdur da bunu silirəm. Keçirəm B-yə. B-də də məxrəci hesablayacağım. 2-nin üstünə, B bərabərdir. 4 qalsın yerində. 2-nin üstünə 2-də 1 gələndə eləyir 2 tam 2-də 1. 4 bölünsün. 2 tam 2-də 1 eləyir 2-də 5. Bu da bərabərdir. 4-ü 2-də 5-ə böləndə birinci olduğu kimi qalır. İkinci tərsinə çevirir 5-də 2. 4-ü 2-yə vururuq 8 və 5-də qalır məxrəcdə. 5-də 8. B-nin də cavabı oldu 5-də 8. B-ni də silirəm. Daha doğrusu yəni bu hesablama hissəsini silirəm. Sonra keçirəm digərinə. C-yə yəni. C bərabərdir. Sürətdə 2-dən 2-də 1 çıxanda 2-ni, bax bu digər məxrəcinə bir kimi baxıb digər kəsrin məxrəcinə vururam. 2-yə vururam. Yəni 2-ni yazıram. 2-də 4 kimi. Onsuz da 4-ü 2-yə böləndə 2 düşəcək. Çıxılsın 2-də 1. Bölünsün məxrəc 4. Bərabərdir. Bu eləyir 2-də 3 sürət. Bölünsün 4. 2-də 3-ü də 4-ə böləndə uşaqlar necə olacaq? Birinci olduğu kimi qalır. İkinci tərsinə çevrilib vurulur. Olur 4-də 1. Və bu da olacaq 2-ni 4-ə vuracam 8, 3-ü də 1-ə vuram 3. İxtisar gedən bir şey yoxdur. C-nin də qiyməti oldu 8-də 3. Daha nə var bunu müqayisə etməyə? Yəni hər şey göz qabağındadır. Ən böyük olanı 9-dur. Çünki A-nın tam hissəsi 9-dur. 8-də 5-ə böləndə 1,6 düşür. Yəni ən böyük olan 9 olacaq. Yəni ən birinci A olacaq. Sonra 1 tamdır. Amma 3-ü 8-ə böləndə, yəni 8-də 3-də bu 0 tam neçəsi olur. Önəmli deyil bunu tapmaq. Yəni əsl 0 tam neçəsidir. Tam hissəsi 0-dır. Ona görə ən böyük A, sonra B, sonra da C olacaq. A, B, C hansı variantdadır? A, B, C. E variantında. Keçək 12 nömrəli suala. Maraqlı bir sual tipidir. Deməli, mən burada nə edəcəm? A üstə gəlinsin, 1 bölünsün, B üstə gəlsin 2-də 1. Yəni burada şərt verir ki, A, B, Z tam ədədlərə daxildir. 9-da 7-yə böləndə düşəcək 1 tam 7-də 2. Yəni siz 9 bölək 7-ni qarşılıq kəsrə çevirsəz 1 tam 7-də 2 eləyir. Mən bu 1 tam 7-də 2-ni də belə yazıram. 1 üstə gəl 7-də 2 kimi yaza bilərəm də. Burada baxıram ki, A neçəyə bərabərdir? 1-ə. A deməli 1-dir. Bundan işim yoxdur. Bu qalsın öz yerində. Sonra 1 bölünsün, B üstə gəlinsin 2-də 1 də bərabər olacaq 7-də 2-yə. Və çarpaz vuracam. Tam hissələr bir-birinə bərabərdir. Kəsr hissələr bir-birinə. Çarpaz vuracam. 2 vurulsun, B üstə gəl 2-də 1 bərabərdir. 1 vur 7, 7 eləyir. Sonra B üstə gəlsin 2-də 1 bərabərdir. 7 bölü 2. B də bərabərdir. 7 bölü 2 çıx 2-də 1. 2-də 6 və bu da eləyəcək 3. B oldu 3. B-ni də tapdım 3. Çox rahatlıqla və bunları toplayanda eləyəcək 4. Sualın doğru cavabı olacaq B variantı. Sonra keçirəm 13 nömrəli suala. Bu suala fərqli bir yanaşma elədim. Necə yanaşdım? Yəni normalda biz yuxarıdakı kəsrin ya 2-yə vururduq, 2-də 1-ə vururduq. Yəni ümumiyyətcə bu tip sualları həll etmək üçün yuxarıda verilən ifadə ilə aşağıda verilən ifadəni uyğunlaşdırmaq lazımdır. Yəni ya tərəf-tərəfə vurmaq, ya tərəf-tərəfə bölmək, ya tərəf-tərəfə çıxmaq. Yəni bu misalların qaydası budur, bu tip sualların. Amma burada baxırıq ki, nə toplayırsan, nə çıxırsan, nə bölürsən, heç nə alınmır da. Burada nəsə eləmək lazımdır. Fərqli bir yanaşma eləmək lazımdır. Mən düşündüm ki, bu aşağıdakı ifadə, bu heç də bu yəni alınır işarəsidir. O getsə, buraya yazıram bir dənə T. Özümdən yazıram bir dənə T. Fərqi yoxdur, yəni T ilə işarə edirəm. Bərabərdir T-yə, X-ə, Y-ə. İndi X var deyə. Yaxşı, gəlin Y deyək. Deməli, X isə bu da olsun Y. İndi mən Y-i X-lə ifadə etməliyəm. Bəs necə ifadə eləyəcəm? Bax belə. Məxrəcdəsi kəsrin hər birini vururam 2-yə. Hamısını vururam 2-yə. Yeni ifadəm belə olur elə bil. 5-də 3.
üstə gəl 7-də 12, üstə gəl 11-də 20, bərabərdirsə, aşağıdakı ifadəni də 2-yə vuranda olacaq 5-də 2, bax birinci kəsirdə 2-yə vurursan, digərində 2-yə vurursan, 7-də 2, digərində 2-yə vurursan, 11-də 2. Bu da bərabərdir 2-40-ə. Vurdum mu? Hamısı 2-yə vurdumsa, sol vuramsa sağı da vurmalıyam da. Sonra tərəf-tərəfə toplayıram. Bu dəfə aşağıdakını yəni 2-yə vurdum. Tərəf-tərəfə toplayanda birinci kəsir eləyir 5-də 5, ikinci kəsir eləyir 7-də 14, üçüncü kəsir eləyir 11-də 22 və bu bərabərdir 2 üstə gəl 2-40. Daha sonra nə edirəm? 1 üstə gəl, 5-i 5-ə böləndə 1, 14-ü 7-yə böləndə 2, 22-ni 11-ə böləndə 2. Bu da bərabərdir x plus 2y-ə. Daha sonra 1 üstə gəl 2 üstə gəl 2 elədir, 5 bərabərdir x plus 2y-ə. Buradan 2y bərabərdir, 5 çıxaq x-ə. 5 çıxaq x-ə. Y də bərabərdir, 5 çıxaq x bölü 2. 5 çıxaq x bölü 2, sualın doğru cavabı oldu Y variantı. Bu şəkildə yanaşma elədim və cavab alındı. Belə. Yəqin ki, aydındır hər birinizə. Keçək indi 14 nömrəli suala. Bu da çox maraqlı bir sualdır, çox gözəl bir sualdır. Və düşünürsünüz, suala baxan kimi əslində görsənirik. Biraz onu görmək lazımdır misalın içində. Fərqli bir sualdır. Deməli, baxın, aşağıda verilən ifadəni yazıram 2A bölünsün A, üstə gəlsin 1 bölünsün A kimi. Onsuz da bu məxrəclər eyni olan kəsrlər toplayanda sürətlər toplanıb həmin ifadəni verəcək. Üstə gəlinsin, bu yazıram 3B bölünsün B, üstə gəlinsin 1 bölünsün B kimi, üstə gəlinsin 4C bölünsün C, üstə gəlinsin 1 bölünsün C kimi. Burada deməli A'lar gedəcək, 2 üstə gəlinsin 1 bölünsün A, üstə gəlinsin, B'lər gedəcək, 3 üstə gəlinsin 1 bölünsün B, üstə gəlinsin C'lər gedəcək, 4 üstə gəlinsin 1 bölünsün C. Sonra yazıram 2 üstə gəl, 3 üstə gəl 4, üstə gəl 1 bölü A, üstə gəl 1 bölü B, üstə gəl 1 bölü C. 2, 3, 4-ü toplayanda 5, 9, üstə gəl. 1 bölü A, 1 bölü B, 1 bölü C-nin də qiymətini yuxarıdan onsuz da vermişdim. 2. Toplayanda elədi 11. Sualın doğru cavabı oldu B variantı. Çox maraqlı bir sual idi və sizlər üçün izah etdim. Keçək indi sonuncu sualımız 15 nömrəli suala. 16 çapda düşüb bura. Çox rahat bir sualdır əslində. Düzdür, uşaqlar belə suallarda bu nöqtələr görəndə qorxurlar bu tip suallardan, amma çox rahat bir sualdır. Bu 1-i digər kəsrin məxrəcinə uyğun göstərirəm 2-də 2, çıx 2-də 1 kimi. Vurulsun, bu 1-i digər kəsrin məxrəcinə uyğun göstərirəm 3-də 3 kimi. Digərində 4-də 4, digər kəsrin məxrəcinə uyğun çıxılsın 4-də 1 kimi. Nöqtə, digərində 50-də 50, çıxılsın 50-də 1 kimi. Eləyəcək 2-də 1, vurulsun 3-də 2, vurulsun 4-də 3, vurulsun 50-də 49. 2 ilə 2 gedir, 3 ilə 3 gedir, baxın çarpaz gedir, burada 4 ilə 4 gedir. Məsələn 5-də 4 alınsaydı belə gedəcəkdi. Bu formada gedir, hamısı 49 da gedir və birinci kəsrin sürəti qalır, sonuncu kəsrin məxrəci. 1 bölü 50. Belə. Deməli 1 bölü 50 qaldı. Sualın doğru cavabı oldu D variantı. Sağ olun əziz şagirdlər. Növbəti videolarda görüşənədək.